İnsanın mənəvi yolçuluğunun başlanğıcı Allahı tanımaqla başlayır. Qəlb o zaman rahatlıq tapır ki, hər şeyin bir başlanğıcı, bir sahibi, bir məqsədi olduğunu anlayır. İslamda bu anlayış tövhid adlanır. Allahın təkliyinə, hər şeyin onun iradəsinə bağlı olduğuna dərin inam. Tövhid sadəcə bir əqidə deyil, o, bütün əxlaqın, ədalətin, səbr və təvəzzükarlığın köküdür. Tövhidi dərk edən insan bilir ki, hər şey Allahdandır, ona dönəcəkdir və bu dünyada baş verən hər hadisə bir hikmət daşıyır. Quran-ı Kərimdə Ənbiya surəsi 22-ci ayədə Uca Allah buyurur: Əgər Allahdan başqa tanrılar olsaydı, onların ikisi də fəsada uğrayardı. Bu ayə bizə göstərir ki, kainatdakı ahəng, harmoniya və ədalət hamısı bir yaradanın varlığının sübutudur. Hər bir yarpaq Allahın izni olmadan yerə düşməz. Hər nəfəs, hər düşüncə, hər an onun iradəsinin təzahürüdür. Tövhid həm də ruhun azadlığıdır. O insan ki, Allahın təkliyini dərk edir, artıq nə insanların tərifinə, nə də onların tənəsinə möhtac qalır. O bilir ki, ruzu verən də, həyat verən də, qərarları dəyişdirən də yalnız Allahdır. İmam Əli əleyhissalam Nəhcül Bəlağədə tövhid haqqında buyurur: Tövhidin kamalı onu sifətlərlə məhdudlaşdırmamaqdır. Hər kəs onu varlıqlarla müqayisə etsə, həqiqətdə ona ortaq qoşmuş olar. O nə zamandandır, nə məkandandır. O varlıqlara bənzəməz. Tövhid yalnız dil ilə deyiləcək bir kəlmə deyil. O, yaşanmalı olan bir idrakdır. O, düşüncədə Allaha bağlılıq, qəlbdə aramlıq, əməldə ədalət və təvəzzü deməkdir. Tövhidi dərk edən insan artıq özünü bu dünyanın müvəqqəti parıltısına təslim etməz. Çünki bilir ki, hər şeyin sonu ona qayıdacaqdır.